bu Şirinə nə qədər demişəm, qumar oynamada. Bu qumarı nə qədər evlər yıxıb. Deyir götürəm mənim xalamı. Əri ilə qumar oynadı qardaş. Əri də uduzdu buna. Pulu satdıra bilmədi. O da götürüb boşadı onu. Hala düz deyirsən, qumar pis şeydir. Mənim atam da bir dəfə qumar oynayıb evə gəlmişdi. Hala başında belə şişkalar vardı. Hər tərəfi bu belə. Ya uduzdular görə döymüşlər onu. Hala yox, tutmadan oynamışdı. Şirin, qaqaş. Uduzursan ha yenə, borc limitin də olur. Atam, mən belə uduzuram. Çünki bizim evə indiyənə kimi haram loxuma girməyib. Ya baba, bu məşğalam ki, kafedən oğuyub gətirmir. Atam, mama kafedən gətirənləri pəncərədən salıb içəri, qapıdan yox. Şirin, bəxtin gətirmir, bütün qapılar üzünə bağlanır qaqaş. Atam, mənə bəxtim gətirir, sən narahat olma. Bizə niyə bəxtim gətirir? Bir gün məhəlləyə gəldilər ki, yaxşı futbol oynayan uşaqları seçirik. Hamını seçdilər məndən başqa. Bəxtin gətirməyib ki, seçməklər də. Ya qaqaş, mən futbol oynaya bilmirəm. Bax, indi futbol oynasaydım, azərkeşlər hamısı mənə söyürdü. Seçilməmişəm də, bəxtim gətirir. Bağlıdır, bunu da mən apardım. Borcun da oldu 2500 manat Şirin. Necə verəcəksən? Atam, mənim pulum olmasa da yaxşı dostlarım var. Bax, bu ekonu pulun əvəzinə qoyacam. Bunun olsa yarısını düzüm var da, yarısına da dəymə. Onda xoşun ciyərini qoyuram. Onun ciyəri elə belə deyir. O gündə 3-4 kilometr avtobusun dalıcan qaçan oğlandı. Onun çəkdiyi siqaretdən görünür ciyarı nə gündədir. Marketdə kastirdən dilini biraz şirin eləsən, o siqaret sənə pulsuz da verir olar. Onda faxın ciyərini qoyuram. Ha yox, qaqaş olmaz. Mənim tənəffüs yollarımda problem var. Nə problemi? Elə bir bərk tıxac var orada. İndi sənə bir dənə vuracam, alternativ yollarla nəfəs alacaqsan. Şirin, qaqaş 7 manat pulla sən qumar stoluna oturanda bilmirdin, axırı belə olacaq. Atam, gəl axırıncında oynayaq 2500 manatdan. Ha? Udum Raşot Aliyev borcumu. Baş sponsorlar Soundride, Bizon, xüsusi sponsorlar Sleepy uşaq bezləri, New Holland traktorları, BYD Motors Baku, Saab halallıqla ət və süd məhsulları, Green Home Construction, Bizim Ev Möbel şəhəri, 1-2 Dönər Shop. Bu nədir lan? Mən nə qələt elədim, qumar oynadım valla. Neynədim ala məla? Qumar insanın ən böyük sərvəti olan ümidini yalanlara satdığı misyozlu oyundur. Birinci və udanda sevinirsən. Amma itirəndə başa düşürsən ki, stola qoyduğun puldur. Aləndən, dostlarından, öz vicdanından oğurladığın xoşbəxtlik. Heç belə sahnəsi qalmamışdır. Vaxtında sizə dedim də, bir dənə qabağı göydə, arxası splaşlı bir dənə plyonkalı 07 dalaq ata qırağa da. Belə şey olar hə. Ala, deyirəm mən belə oğlan deyirəm, oturum çarəsiz bikeyf. O sözü var ya, Allah pisindən qorusun. Həmin o pis mənlə. Başa düşdünüz? Şirin qaqaş. Bir dənə belə bir təklifim var. Götürürük nisiyə dəftərini, borclarımızı yığırıq. Diri divara pulumuzu alırıq, apam sənin borcunu qaytarırıq. Fakat düz deyirsən. Tüm borclarımızı alırıq. Həri. Ala nə gəlib buradan hissə çay içiblər ala, hə? Gör bir nəfər incidmişik. Day bəs günündə ala bizdən istifadə elədiniz. Bəli. Bu Nazım kişi var ha. O mənə borcu var. Ala mən onu görəndə yolda üzümü o tərəfə çöndərəm, yolumu dəyişirəm ki, mənə görüb utanmasın. Ala, Nazım dayıdan sonra ona görə qaçmırsan, Onun zivəsindən şalvarını oğramışdın deyənə qaçırsan. Ala yaxşırında gəlib oraya çıxmıyor. Eşitsən Xosey? Sən gələ bir nisiyələri istə, davay. Nə var? Hə, baba, mən bütün hissələri hamısını işə yazsınmışam. Neynəmsən ki, ala? Ne eləmişəm? Çayxanaya 2 kilo qənd almışam. Ne eləmişəm? Ciddi sana bu. O işə yatışdırmaq deyir, sən mürügillənmisən. Deyən Allah Xosey, bəlkə deyirəm sizin evi banka qoyaq, pulu götürək. Bizim ev var, biz avtobusda qalırdıq. Evi prosto onun üstündə tikmişik. Amma belə Davenus var, o da sürməyə. Çıx sənin başına. Şirin, peki elə sənin advokat götür. Yox atam, mənim adım Çornis Pisok'dan. Özüm belə saldırmışam.
Eko, bəlkə sənə nədir bu bankdan pulu götürək? Yox, Şirin müəllim, mən bir dəfə banka getdim kredit götürməyə. Orada oturan qız mənə dedi ki, sənə ancaq mikro kredit düşür. Onu da hesabladı, cibindən verdi mənə 7 manat. Sənin benim rəsmi şerim var. Necə veriblər sənə? Var idi də mənim qabaqlar rəsmi şeirim. Mənə bax, harda işləmirsən ki? Kitabxanada. Nə işləmirsən orada? O Əlfəzin işləmişəm. Nə? Əlfəzin. Əlfəzin? Hə. Nə cin ala? Cin kimdir? Cin yox, o kitabın arasına qoyurlar vərəqi dəyişəndə. Bax, həmin ondan işləmişəm. Nəsə. Baba, sən niyə bir banka qoyub kredit götürmürsən? Bizim ev bankdadır hala. O vaxtı mama qoyub pul götürmüşdü. Hala uşaqlar 39 dəqiqəmiz qalıb ala neyniyəcəyik hala? Bu nə zibildir hala mən düşdüm. Bir şey ya. Tapdım. Ha. Budur. Oktayım bir daha baxım. Baba. Budur da Oktayım budur. Bax çiynimi al, dur jaketi. Əl aldın kafeni. Götür. Airportda qulağında. Budur. Əl cibə. Biraz bundala. Bax budur. Tenderi götürmək üçün birinci video vermək lazımdır Oktayım. Yox, belə çətindir. Forma çox çətindir belə. Yavaş öyrəşəcəksən, nə olub? Bir də belə şirkətlərdə 4-5 dənə ingilis sözü var. Onun da bildinsə var ha. Tenderin düz ortasından qoyacaqsan. Brainstorming, vura. Ага, это meeting, deadline. Feedback, option. Yox. Siz dediyiniz sözlər mənim beynimə batmır, ağzıma da uyğun gəlmir. Bu sözləri demək ki, mən gərək gecədən ağzımı qaynar suya istağa qoyam ki, biraz yumşalsın ağzım. Bəlkə elə deyə bilərəm. Azdan çoxdan sənin o axırıncı dediyin söz var ha, option. Onu deyə bilirəm. O da nəyə görə? O bizdə var axı. Option bağlayın, bakatsın. Ona görə option. Belə pis çıxmasın, sənin gəzmədiyin xarici ölkə qalmayıb. İndi hər dəfəsində bir dənə ingilis sözü öyrənsəydin, indi bu vəziyyətlərdə qoşmuşdu nə generatoru ye. Yox, sən bildiyi qədər də mən ingilis dilində o dərəcə deyiləm. Fərman, mənim ingilis dilində əməlli tutadığım sözlər var. Bax, reservation, check-in, check-out, reception, room service, don't disturb. Oktayım, bu otel ingiliscəsidir. Heç olmasa bir dəfə xaricə gedəndə iş dalınca get də. Çıx da bu otellərdən Oktayım da. İş dalıyla getməyəm, amma oteldən çıxanda Fərman, mən elə bil o Əhməd Rəzəblidən Ziya Bünyadova girirsən, probkaya düşürsən ha. Qorxuram ki, elə probkaya düşərəm. Ona görə oteldən bayra çıxmıram. Aktayçıq, mən də səninlə getmək istəyirəm, tenderlə. Nəsə, sən üçün biraz tezdir hələ. Tender? Sən hələ bir kişiyə öyrətməliyəm. Bizdə atalar belə yerdə çox yaxşı deyirlər. Tələsən tenderə düşər. Ona görə tələsməyək. Hər şey öz vaxtı var. Aktay, əgər sən məni sertsə icavara almırsan, mən gedirəm, qayıtmayacağam. İcavara dedi. İcavara nədir? İcavara nədir? Bu kurğu nədir? Mən başa düşəmirəm, Fərman. Telli borçalı ilə oturub durur bu. Bu dəqiqə Azərbaycan dilinin sarı simlərinə toxunur ha. Həmən bu kurğunu tapıb kurğunu dağıdacağam. Oktayım, sən bu kurğun başını bırax. Sən bir dəqiqə tenderə köklənməlisən. Sən bir də bu tenderi utsan var ha, Oktayım. Nasiyalardan bizə nə olacaq? Vagon, tır. Zaryatkanın biri bir köpükdən. Köklənmək lazımdır, Oktayım. Ha. Bu kimdir ya? Bayaqdan çəkil oran buranın. Ayaqın xaricidir də. Bunlara belə yerlər tarixi yer kimi görsən. Qaç çəksin. Anlarım ha. Yes. Hədərdir. Okey. Baxın. Xusu. Ha, mənim ağlıma gələn sənin ağlıma gəldi. Hadi. Hello, brother. Hello. Welcome. Çayım içim. Yes. Qonağım oğlum. Bilirsən necə, atam hazır biznesdir. Götürüb partlat da. What? Ala bax. Brazi, hele bir ki, hazırım, kliyentim, varım. Qana, hepsi müştərilər burada, ailəlidir, hamısı ailəlidir. Family. Ala, hədə ailəvi yerdir, nə ailəvi? Hari, family. Hə, yəni bilirsən necə, biz necə götürüb partlat da, başa düşdün. Bax, arendatorla da aramızı açmışıq, pərdəni götürmüşük, başa düşdün. Yəni bizdən çox razıdır. Yəqin arendan vaxt vermişsən, ona görə belə olur. Hədə aranı açmışıq da, yəni bilirsən necə söyüş qoyub da, başa düşdün. Arendanın vaxtını veririk. Çox pis söyüş. Qana, hepsi özəl müştərilər nə istəyirlər,
biz onu veririk. Kebabından tutmuş xaşa qədər. Xaş bizə qalaba, fut, ayaq, qalaba. Düz deyir, amma prosta istəyən olmayıb da indiyəcən. Elə bir olmayıb istəyən. Hətta özə bura məşhur müğənnilər gəlib yerib. Məsələn, Manaf Ağayev ana mahnısını birinci dəfə burada oxuyub. Özü mənim anamı oxuyub. Hocam lobunu oxuyub. Mətiş xanım. Frazi, Balaylı da buradan çıxıb ha. Balaylı İngiliscə necədir? Bala, baby. Baby hand. Əli, hə. Baby handım, burada meyxanayım deyim. Biz ona deyik ki, get oyanda deyim. O da orada partlatdı. Hə. Bax, çayxananı götür, bu ekonda onun üstündə veririk. Hə, pulza lazımdır. Həli. Bu nə eləyir? Klinetlər çay içmir, çayları üfürür, soyudur, klinetlər çay içirlər. Hala, brazelər. Qaqaş, bu deyəsən bizi başa düşmür ha. Bəlkə deyirəm, bunun tanıdığı adamların adını çəkək. Bəlkə başa düşsün. Ha? Ya, qardaşın həll eləyəcək, qulaq as. Braze, buram, tarixim yerim. Makedoniyalım İskəndərim, burada ordusu ilə yeyim içim. What? Aleksandr Makedon? No. Gedir bu. Dostlar, gördüyünüz kimi halım yoxdur. Çox xəstələnmişəm. Təsəvvür eləyin ki, qızdırmam var. Ölürəm. Dedim, ölüm döşəyində olsam belə sizlə paylaşım. Sizdən bir xahişim var. Nə? Yox. Sistem köçürmək lazım deyil. Amma kartıma pul köçürə bilərsiniz. Moderatorlar, kart nömrəmi sabitləyin çata. Həkim dedi ki, mənim qanım yoxdur. Çox qan itirmişəm. Mənim də qanım -5-dir. Heç tapılmır ha. Əgər kimdə varsa -5 qanı mənə verə bilərlər. Yoxsa yaxşı çəkilmiş nar çaxırı, mozzarella pendiri, bir də bir dənə qara çörək ala bilərsiniz. Necə? Hə, 38-dir qızdırmam. Bilirsiniz də, qızdırmanın ancaq sitramonla ya da Antalyada yaxşı istirahət yerləri var. Orada həkimlər müalicə eləyir. Sitramon da mənim mədəmə düşmür. Ona görə də mənim kartıma 10.000 göndərən olsa Antalyaya gedib gələrdim. Hə, mənə göz dəydi. Dalbadal 10 dənə gül atdılar. Dedim, göndərməyin bu qədər gül. Göz dəyəcək. Oydat, bizon səhifəsi də mənə tac atdı. Çox sağ olun, təşəkkür edirəm. Mənim canlımı qaldırın, sonra sizə qəşəng, gözəl sizə meyxana deyəcəm. Bir də gözəl mahnılar oxuyacam. İndi halım yoxdur, biraz uzanmağa ehtiyacım var. Öpürəm sizi, özünüzə yaxşı baxın. Atam, salam əleykum. Aleykümselam. Sana bir daha sual verim. Xoşbəxtsən? Necə yəni? Ay, suala cavab vermirlər də. Qaqam sənə sual verdi. Həli xoşbəxtəm, nədir? Heç qaqaş, biz sosial sorğu sual keçirdirik ki, görək cəmaət xoşbəxtdir yoxsa yox. Xoşbəxtsən, xoşbəxt ol. Getdik qardaşlar. Bir dəqiqə. Atam, sən BYD sil 06 sürməyindən bilirəm ki, sən çox xoşbəxtsən, hə? Xoşbəxt olan da, maşın plug-in hibriddir. Yüzədəki 2,8 litrisi. Ala, Xosu, sən piyada bu maşından çox yeyirsən, Onu diyəcəkən ha. Bir dəqiqə deyəm. Sənə də onu deyim ki, xoşbəxtliyinə görə sən bizdə borclusan. Sən hər gün bizi görməlisən, başa düşdün? Bildin? Yumruqla, kəlləylə. Yox atam, sən səhv başa düşdün. Yəni bizi görməlisən, hər gün zəyləşməliyik, görüşməliyik, oturmalıyıq. Boş oldun, mənə zəng elə. Uşaqlarla gələk oturaq. Qardaşım ya. Yox, səhv başa düşdün. Oldu atam, sənə yaxşı ol. Yaxşı ol. Əlbət kimi. Xoşbəxt ol, xoşbəxt ol. Sağ ol, qaqa, sağ ol. Hayır, get. Ya, sürüm lan onlara ha. Bağışla atam, bağışla narahat Sağ ol, versin. Qaqa, mən baxayım bu 95-dir benzin, yoxsa 92? 92. Mən bədənimi götürməyəm qaqa. 95 burada, özə bir də bura. Bax Şirin, ya sənin benzin töküb dostlarınla bir yerdə yandırıram, ya da video çəkib paylaşıram ki, Şirin, nisiriozundur. Qumar borcunu vaxtında vermədi. Atam, mən girişimi, çıxışımı bilən oğlan. Mənim işin obrazım budur. İstəmərəm adıma söz çıxsın. Sən lütfü məni yandır. Yandırım? Əri. Hə, yaxşı. Yandır da. Yandır uşaqlar. Vaxtımız gətirdi, yanmır, piskası yanmır. Müəllim, çox üzr istəyirəm. Mənim sol cibimdə zajqalka var. Sənin başıma daş düşdü. Eko, qoy bir dən buradan sağ-salamat çıxar. Sən bilikama batırıb, qatıq bankasının dibini siyirəcəyəm. Darıqmama nə olsun üstə bomba qoyub patlanacam. Darıqma. Neynir ala bu? Nədir? Sana yandırır. Qardaşlar, məni yandırmaq olmaz. Həkim mənə icazə vermir, mənim dərimdə problem var. Nə problem ola?
Elə bil ki 5 manata görə dərdən qabaqdan çıxıram da mən. Siz mənim vaxtımı aldınız təmin. Kəsin konserti, saxlayın. Bax Şirin, sənə bir dənə də şans verirəm. Eşitmişəm sənin Oktayın kürəkənisən. Sənin o qaynatan məni aldadıb, iş görmək adı ilə obyektimi əlimdən alıb. Sən bilirsən o obyektdən gələn pulları mən hara xərcləyirdim? Kimə? Kimsəsizlərə, yetimlərə. Kimsə yetimdən pulunu kəsirsə o kişilikdəndir. Yetimin haqqına toxunmaq ən ağır yükdür. Heç kim o çiynində daşıya bilməz. O loxma heç bax boğazdan keçməz. Keçsə də ürəkdə rahatlıq aparar. Başa düşürsən necə? Yetimin haqqını yeyən təkcə o yetimi acı qoymur. Öz vicdanını da aclığa məhkum edir. Bu dünya onsuz da yetimlərin göz yaşı ilə islanır. Oktay əmin də nakazat eləmək bizim boynumuzun borcudur. Ay sağ ol. Oktayı nakazat eləmək istəyirsənsə, onda bir dənə sənəd var. Onu al gətir mənə. Aramızda olan pul söhbəti də bağlanır. Atam elə bil ki o sənəd səndədir. Müəllim, biz burada kimi gözləyirik? Mən silahımı çıxardım. Silaha ehtiyac yoxdur. Oktayın tenderdə verdiyi sənədlərin yerini bilməliyik. Və Şirinə deməliyik ki, onu bizə gətirsin. Amma sənədlərin yerini bir nəfər bilir. O da mənim ortağımdır. Hadi, gəl. Nə var, nə yox? Mənə bax, belə pis çıxmasın. Bu gün bəlkə də ömrüm boyunca ən möhkəm qumarı oynayırsan, ha, ortaq. Yaxşısan. Öyrənə bildin sənədlərin yerini? Rahat, rahat qaqaşım. Biz polnu zaryatka ilə yaşayan adamlarıq. Hələ hamıya zaryatka verir. Sən bir də ora bax, traktora bax. Necədir? New Holland'da deyirsən? Baba düşürüm sana, şərik. Bu traktor işində qəşəng pul var. Olmadı ki, qaqaşım, vidverən söhbətlərdir. Bundan birini götürdüm, gördüm aylıq yaxşı gəliri var, qaqaşım. İndi bundan 2 dənə də götürəcəm. Özünü pakırvat eləyəcək, qaqaşım. Bildin necə, hə? O söhbət budur. Bir də mənə bax, bu tender məsələsi bu necə oldu? Necə olacaq bu haqq hesab? Primiska verəcək mi söhbətimiz? Əlbəttə. Tenderin damlarını Oktaydan alıb rəqib şirkətə göndərən kimi faizimizi alıb partladırıq. Hardadır sənədlər? Tottenham больше. Diyan mama, diyan. Tottenham больше. Sonra? Arsenal Brighton gol. Sonra Hollanda 2 də Valindan var. Diyan mama. Onun tayımına 1-5 üst yazırsan, 100 manat atırsan, gəlsə borcları qaytarırsan. Diyan, mama sən bunları mənə yazdırırsan. Mama sən neyinirsən, bu nədir? Oğlum şotdur da, 100 manat vur da. Ala mama bu qumar diye. Mən qumar oynayım. Sən bilsən belə şeylər kimləri bədbəxt eləyir? Bu qumar bilsən nə qədər ailələr dağıdır, nə qədər oğlanların evini yıxır. Belə şey yox diye. Cəmaatın anası deyir ki, gələ 10 manatı, oğlum get qaz vur. Bu mənə 10 manat verir ki, get şot vur. Yaxşı amma belə şeylər eləməyək. Ala bu kimdir la? Amma bir dənə söz söymə, bir dənə bununla danışım. Söz söymə. Alo, seyfdə qırmızı sənəd, axşam səndədir. Oğlum, Oktayın evindəki qırmızı sənəd, onun içində nə var? Amma sən hardan bilsən Oktayın evində qırmızı sənəd var? Mən Oktaygilin evində nə var, hər şeyin yerini bilirəm. Bu dəqiqə onların xaladeniklərində sabun müxtəlif növ kalbasaları, kabablıq sosislərin sayına qədər bilirəm. Onların evində hər şeyin yerini bilirəm, bircə dənə böyük-kiçik yeri bilmirəm. Əslində, mama, tema bilsən nədir? Deməli, Oktayamı bu qumarbazı alladıb, obyektini keçirdib adına. Nərindən alıb, başa düşdüm. Bu qumarbaz o obyekti işlədə, oradan gələn pullarla yetim yesiri dolandırırdı, kömək edirdi, başa düşdün. Mən də o sənədi bugün götürməliyəm oradan, başa düşdün. Başqa variantı yoxdur. Prosta bir dənə məsələ var. Biz necə eləyək ki, onu götürəndə evdə Mirvari xala ilə Reyhan olmasın. Sən heç narahat olma. Mən bilirəm nə etmək lazımdır. Sən bir dənə seyfin parolunu yadında saxla. Deyirəm, qaqa, halal deyib bunlara. Bunlar konkret kasıbda nəzərə aldılar, varlığını da. Ona görə kasıbın nə qədər sağlığın varlığında. Mən baxın, qaqa, bax, şəhərin mərkəzindən avtobusla bura gəlmək. Elə rahatdır ki, qaqa, heç ruhum da incimir ha. Bax, maşını olanlar üçün də, qaqa, görünən burada parkovka var ha. Heç maşın basanda, maşını saxlamaq üçün bu qədər yeri yoxdur ya. Mən sənə deyim, bunlar əcdahadırlar. Bunun tək çölünü fikirləşmirlər. İçəridə də bax beləntisinədir. Bax, nə ölçüdə, nə cür dizaynda, hər cürədə, hər variantda mebelləri var, özdə var, bax. Hansı ölkədən istəyirsən, gətirirlər sənə üçün. Necə lazımdır da, hamısı var burada. Buranı bəyənməmək olmur ha. Instagramda ki, o bəyənməmək
eləmək düyməsini çıxardıblar ha. Bilirsən də onu. Tezə çıxardım. Bura tikiləndən beləndir. Bilirəm ha. Şirin bizi bura niyə çağırıb? Nə bileyim, zəng elədi ki, bizim evin qabağına gəlin. Ay git, buranı deməyib, öz evinin qabağını deyib. Nə bileyim, bizim evdən ki, mənim ağlıma bura gəldi. Mən baxın, yəni bəlkə bu gəldiyimiz avtobusdan gedək, pulsuz aparan. Git sən. Pulsuz niyə aparsın? Gəl. Aydan indi düşmüşsün. Sənin başın xarab deyə, vicdi adamlar. Ay Mirvari xala. Ay Mirvari xala. Ay Mirvari xala. Necə deyərlər? İşləyirdi lök batanda, gecə TikTok'da yatanda, imkanlılar şir atanda, çox sevinir anam məni. Can. Anam mənim, çox sevinir anam mənim. Can. Anam mənim, çox sevinir anam mənim. Can. Ay Şirin, məçələsi olub. Mama ağırdı, hə, Mirvari xala. Hələ səni görmək istəyirdik, qudam gəlsin. Gedək də bizə. Getməyi də gedərəm. Bu kimdir? Bu kimdir, yox. Bu nədir? Bu kukuladır, kukula. Bu bizi hansı kuklalar oxşayır? O beygəli maşının üstünə qoyurlar, otuzdururlar ha, o kukladandır. Odur da, bəs odur, hə. Elə bir ki, Hüsün məhəllədə mənə dostum qalır, sabah onun toyudur. Bunu da ona görə gətirmişəm. İndi o evdə yoxdur. Bu qalsın, buna sabah gəlib götürəcək. Hə. Sən hazırlaş, gedək, mama ağırdır. Gözlə hazırlaşım gedək. Əcəbdir. Oktay mı? Hara gelsən? Bu ne fitdi? Sen niye bu haldasan? Bu belə pis çıxmasın 12'den sonra şəhərin işıqlarını söndürürlər. Şəhər qaralır. Allah belə qaraldıblar. Sen Oktay mı? Ne oldu sana? Ondan da sən mən Fərma. Nasyasız mən çox çətindir. Darıxıram mən nasyasız. Zəng eləyirəm götürmür. Burada qalmağımın heç bir mənası yox. Mən gedirəm evə. Oktay mı sen bir də gedin ya. Evdə nə işin var sen? Bir də otur yerində. Sen Nastya'ya görə bu vəziyyətə düşəcək adam değilsən. Sen Oktay mı? Zaryatka vermir bu. Ay Fərman alınmır da alınmır. Mən cavanlıqda 15 il Rusetdə olmuş adamam. Mən bizə dəfə də olsun. Elə bir göngül var, anamsın darıxmayan adamam. Sən nəyə oxşuyur Nastya üçün darıxmaq? Məktəbdə, uşaqlıqda otururdun dərsdə bir dənə adamın yadına belə kotlet düşürdü. Gələndə məktəbdən evdə bloka girdim. Baxır necə o təzə pişmiş isti kotletin iyi bloka yayılıb. Fikirləşirdin ki, kaş bu kotlet bizim evdə pişər. Gəlib evdə də görürdün ki, dünəndən qalma lobiyanın üstünə mama yumurta vurub. Bax, Nasya həmin o ət kotletidir. Mirvari isə üstünə yumurta vurulmuş lobiya. Oktay mı? Sen yap Oktay mı? Sen bir dənə otur, rahat. Bir dənə primiskala, bir dənə özü primiskala. Oktay mı? İndi sən nə edəcəksən? Bir dənə oxumaq istəyən qız var. İndi onu göndərəm sən ya. Sən nə də dedin sən? Bax, indi zaratka verməyə başladım. Belə zaratka verdi mənə, belə zaratka verdi. Baxı, necəsən? Baxı, sən niyə çağırmışıq? Niyə? Çünki sən o birilərindən fərqlənirsən qaqaşım. Elə də öyle qıra. Düz deyirsən Fərman müəllim. Elə bir ki, sənin başın var, oxumaq istəmirsən. Onların başı da yoxdur, oxumaq da istəmirlər. Həyatı elə bir kimdənsə köçürdürlər. Xarici pasportun var? Xarici pasportu neyəsən ala? Fortuna verilişi zatdır ki, kim aeroporta tez çatdı, xarica gedir. Belə ala. Bu yoxlama suallardır. Deməli, mənim maşınımdan birini götürürsən, sən də qoşulursan Sandray şirkətinə. Aylıq minimum 1000 manat gəlirim var. Çaq-çuq da öz yerində. Ha? Elə də bu gedişi qaqaşı. Nə oldu danış da, zaryatkadasan, ha? Mən işləmək istəyirəm. Nə eləmək lazımdır? Nə eləmək lazımdır? Oturub maşına bizdən getmək lazımdır. Mən oturdum. İqrar, sənə dedim, bunun başı başqaca işləyir. Mənim başım başdır, başsız getməz. Mənim başım başdır, başsız getməz. Aç elə. Baş sponsor Soundtrite. Dostlar, sizə bir söz deyim. Mənim toyumu başdan ayağa kimi Əlimir Əliyev oxuyub. Hə, dayanmadan.
Deyirəm ala, kaş mən mamanın toyunda iştirak edərdim. Vay. Hayf. Ne edəcəydin? Toy özün oxuyacaqdın. Ala yox Tüm dostlarımı yığıb gətirəcəydim ora, mamanın toyunda oxuyacaqdılar. Röyyadır, Namikdir, sonra o şey var o Türkiyədə Acundur, Alla Pugaçovadır, Marmalatçı, Valeriydi. Marmalatça deyil, Milatçadır. Valeri Milatçı. Yesən könlü və çayla marmalat düşüb ha. Ala yox belə ürəyim bizon istədi. Gəl sənə bir dənə mən sənə xırda pul verim, bunun üstüncə bizon ol gətirəcəklər. Bayaqdan Türkiyə şou biznesindən vurub Rusiyanın şou biznesindən çıxırsan. İndi mənə xırda pul ver. Ayda. Mənə bax, mənə də ürəyimdən bizon keçdi. Gedək ala. Şirin, mama qurban, xaladeniki aç. İçərisində bir kaset bizon var. Götürün için, kef eləyin. Ala, əla, mən xoşuma gəl. Mama, doğrudan əlim irəliyib axıra kimi sənə tonda oxuyur. Hədə. Yarım saatlığa heç kim yox idi. Yox, o vaxt dəbdə değildi ki. Doğrudan. Mehdi Şıxala, Acunla, Namiklə, Alla Pugaçova ilə dostluq eləyən adam oxşuyur. Amma sən yox. Baş sponsor Bizon. Bəh. Sağ ol Mehmet, sağ ol. Bərəkallah sənə. Tutmusan özünü. New Holland traktor almışsan. Bundan sonra sənə yaxın düşmək olmaz. Özünü tutmusan. Faizsiz lizinq almışam. Məşğələ bu dəqiqə New Hollanda hamı ala bilir. Lap yaxşı, xeyir olsun. Şirinə də qismət olsun. Amma bilirsən də Oqtay deyib ki, traktoru olmayana qız vermirəm. O da evlənə bilmir. Sroşnu Şirinə bundan alacağam, Allah qoysa. Nəysə, gəlmişəm ki, loteriyanın pulunu alım. Nə qədər qaldı məndə? 3 ay qalıb da 300 manat eləyir. Ay 100 manat da. Ver canım Gələr. tutsun. Bugünkü qazancımı verirəm sənə. Hə. Səninlə təmiz. Nə? Bugünkü qazanc? Sən 300 manat qazanırsan günə? Aşağısı 3 manat. Çox gözəl. Onda səni bugündən 1000 manatdan lotereyaya qoşaq. Uşaqlığa məşğələ, mənə zəncərə salma. Bu kimi traktorum var. Günümə 3-5 manat qazanıram. Belə yox, belə vəsildir. Hələ Uyda. Xüsusi sponsor New Holland traktorları. Qaqa, deyirəm, Reyhanla bir dənə toyun olsaydı, yığılan pula bir dənə maşın alardım. Ala yox mənə maşın sürməyə ayıbdır ya. Niyə bu zafret edib də? Ala yox bu bizim aləmdə bu qırmızı rəng bizdə mitodaxır. Maşının da benzin qutaran kimi o qırmızı işıq yanır. Ona görə mən niyə deyirəm? Məndə sən bir dənə qaqa deyib, BYD sifat aldılar. Bildim, benim bunlarda benzin qutanda qırmızı işıq yanmır. Yəni, BYD-də benzin qutarır şeyi. Plug-in hibriddir bu. Güzdən uzaqbaşı 200 litrisi. Üst qazda polunuzdan çıxan yıxır. Doğrudan, bəs mən bunu hara qalam deyirəm? BYD motos bakıdan qaqa. Hənadır. Doğrudan. Ne olur ha? Bu nə də var? Ay qaqaş, bir yağdan sökənmiş maşına imkan verin sürək gedək də. Qaqaş, talib maşın bayaqdan xudlaymış ala. Səslə gəl. Gəlmir. Atan bağışla, sən get. Get, qaqa. Əlimizdən naman. Xüsusi sponsor BYD Motors Baku. Bəh. Gəlinim yaradır yenə. Əlin qolun var olsun. Nə hazırlayırsan? Gəlin deyil, yıxılan evin dirəyidir. Qonaq gələcək? Yox, Mətiş xala, qonaq deyəndə ki, Şirin gələcək. Ona sürpriz hazırlayıram. Şirin gələcək. Nə sürpriz hazırlayırsan? Ən sevdiyi yeməyi bişirirəm. Şirinin ən sevdiyi yeməyi bişirmirlər, o hazır olur. Gözlə bir dəqiqə. Necə yəni? Gözlə. Bax, sabun kabablıq sosisləri. Mətiş xala, ağzınızın dadını bilirsiniz ha? Mən nəinki ağzımın dadını, evdə hər şeyin yerini bilirəm. Bircə öz yerimi bilmirəm. Xüsusi sponsor Sab, halallıqla ət və süd məhsulları. Uyda. Harda deyib Oqtay? Mama Oqtay yəqin ABD qeybdir, gələ. İldə bir dəfə xeyir iş tutacaqdıq, onda da Oqtay yoxdur. Xeyir iş? Hə. Deyim ama Oqtay hamısını buraya yazıb da. Eskiz layihə, rəsmi müqavilə, 50 il ikinci zəmanət, inşaat materialları, tam örtünün vurulması, usta işçilik daxil, tam təmir təhvil verilir də. Kvadratı 800 manatdan başlayaraq. Ana hər şey yazıb da burada da. Neysə Oqtay ne? Sevsə bildim. Kvadratı 1000 manata. Mama 800 manat. Ay oğlum, bu cür şərtlərlə 1000 manata da razılaşacaqlar. Green Home-da bu. Hadi. Xüsusi sponsor Green Home Construction. Qızım, yeməyi laylay çalırsan? Yox, Mətiş xala, laylayı məşq eləyirəm. Məşq eləyirəm ki, uşaq olanda rahat yatsın. Sənə kim deyir ki, uşaq ancaq laylayla qəşəng yatır? Nə bilim, rəfiqəm elə deyirdi həmişə. Rəfiqən düz deyir, amma yəqin onun Sleepy-dən xəbəri yoxdur. Necə yəni Mətiş xala? Bu dəqiqə gözlə.
Deyil belə. Sleepy bezini geyindirəndə uşaq rahat yatır. Sleepy bezi uşaqlarda səpki, allergiya, bişməcə yaratmır deyə uşaqlarda mışıl-mışıl yatır. Dünyadan xəbərləri olmur. Məhtiş xala, onda indidən Şirinə deyim ki, Sleepy alıb evi doldursun. Xüsusi sponsor Sleepy uşaq bezləri. Bir var ya. Az bəsdir də. Bir dəfə də mən gələndə bir əmməli başı yemək pişir də. Yekə arvasan, nə vaxt baxıram, silirsən, süpürürsən, təmizlik işlərinə məşğulsan. Qutar da. Başa düşmədim, Mətişi. Mən sənə görə yemək bişirməliyəm. Mənə görə bişirəndə nə olar ki? Mənə görə bişirmə, Oqtaya görə bişir. Oqtay bilir ki, sən heç nə bişirmirsən evdə. Ona görə qıraqda yeyib gəlir. Bir də görürsən ki, Oqtay səni atdı. İndi görərsən. O sənə elə gəlir. Mən Oqtayı evə gətirməyin yolunu tapmışam. Necə? Necə? De belə, bu bir-iki dönər var ha. Oqtayın zəif nöqtəsidir. Oqtay bir-iki dönərə görə evə ac və vaxtında gəlir. Doğrudan. Dayan baxım. Mirvari, superdir. Bax, mən bu dönərə görə söz verirəm ki, bugündən sonra sizə vaxtında gələcəm. Xüsusi sponsor 1-2 dönər. Deyirəm, ay Reyhan, bəxtəvər adamsan. Bəxtəvər olaram da Mətişi xala. Çünki Şirin kimi həyat yoldaşım olacaq. Ona görə demirəm, deyirəm, bütün mebelləri bir yerdən alacaqsan. Yoxsa bizim dövrümüzdə bir dənə şey almaqdan ötürü 50 yerə gedirdin. Bizim ev mebel şəhərində hər şey var. Uşaq, böyük, yataq dəsti, qonaq dəsti, mətbəx mebeli, divan, kreslo, hər şey. O qədər gözəldilər. Adam bilmir ki, hansını seçsin. Bizim ev Qafqazın ən böyük mebel kompleksidir. Burada dünyanın 70-dən çox mebel brendi var. Bilirsən, sizin evlənməyinizi ən çox nəyə görə istəyirəm? Çünki Şirinlə bir-birimizi sevirik. O öz yerində sevməsiz, evlənməsiz. Ən çox sən yataq dəsti gətirəcəksən ona görə. Şirinim 30 ildən sonra yumşaq yerdə yatacaq. Xüsusi sponsor Bizim Ev Mebel Şəhəri. Mən özünə böyük yaparsan, hə? Bir maşını dağılmısan, niyə? Bizdə yoxdur. Vırardın ağzının üstündən bir dənə. Nə deyim, hə? Birində var, birində yoxdur. Kim nə var? Soundride, qəşəng. Əri Soundride. Bax, Şən. Tamam deyin, hə? Allah, Şirin. Tanımar. Vəhşi deyin, vəhşi, ona var. Duxa. Deyirəm bala. Hə. Mən ağılsızlıq eləyib, qumar oynayıb pulu uzuram. Cəmaət ağıllı iş görür. 10-15 dənə maşınları verir Soundride şirkətinə. Ay pulunu qazanır. Şirin, qutar da hala. Sən qumar oynaya bilirsən. Ömründə bir dəfə qumar oynamısan. Onu da 7 manatla girmirsən. 7 manata maşın al Allah. Sən uzaqbaşı Soundride şirkətində sürücü kimi düzələ bilərsən. Orada hər yoldan ötəni götürmürlər. Sən də şükürlər olsun yoldan keçən deyirsən axı. Nətər oldu, necə oldu? Hala heç nə. Arxayın olun, işlərimiz, planımız yağ kimi gedir. Yağ kimi. O yağında üstü 2 dənə yumurta vurursan qaqa. O təndir sörən göstərən belə yumurtaya batırırsan ha, sarısı dağılır qaqa. Bəh. Yanında da turşu xiyarsan. Elə bir ki, 17-dən Rusov elə çəkib o 2 dənə maşının arasına girir qaqa. Mən yedim ailə girir. Hala xiyar yeridir. Görürsən adam söhbət eləyir. Hala düzdür də hala. Mənə bax, deməli planımız belədir. Sən qalsan burada, Mirvari xala da burdadır. Birdən qabağıma çıxsa yolunu kəsirsən. Sən qalsan. Necə kəsin, mən başa düşmədim. Necə kəsin qabağım? Toz torpaq tökürsən yerə, bu başlayır onu təmizləməyə, başı qarışır. Yaxşı. Toz eşləyirsən, sən də mənimlə gedirsən. Giyimlərimiz hazırdır. Normal, hər ehtimala qarşı bu pijama da götürmüşəm atdan. Yox, bunda nəsə olacaq, hə. Atdan qalın giyin, hə? Tamam giyin. Oldu. Gelin, mən buradayım. Qorxma. Eşləyirsən? Anan ölsün, ay Mətiş. Məhtiş, sənə bir dənə qəşəm piti pişirmişəm. Yi, dur ayağa. Məni ələ salmısan? Xəstəyə ətsiz piti pişirərlər. Hanı bunun əti? Reyhan göndərmişəm ya, alıb gətirəcək. Sən mənə de görüm, sən harda soyuq olub? Dün elə burada oturmuşdum. Gördüm ki, o pəncərəmiz açıqdır. Elə orada soyuq oldu da sənə. Yox, yox. Baxdım kimsə məni çağırır. Gördüm ki, Slavikdir. Mənə dedi ki, evdə niyə tək oturmursan? Gəl gedək balıq yeməyə. Mən də geyindim, motosikletlə getdik balığa. Motosikletə minərlər bu soyuqda. Elə orada soyuq olub sənə. Orada soyuq tutmadıq. Getdik dənizə balıq tutmağa. Bu soyuqda dənizə gedərlər. Ay qız, balığı tutduq. Qəşəng tonqal qaladıq, bişirdik, yedik. Evə gəldim.
getdim, xaladelnikin ağzını açdım. Bizdə də xaladelnik ağzına kimi dolu olur axı. Elə qabağında durdum, fikirləşdim. Axşama nə bişirim? O qədər fikirləşdim. Bax, soyuq orada tutdu. Ondan sonra xaladelniki boş qoyuram ki, qabağında durub çox fikirləşməyim. Heç nə. Elə ona görə soyuq olubsa. Aldım, gətirdim. Ay. Mətiş xala, nə olub sizə? Niyə bu vəziyyətdəsiz? Harada belə soyuğa vermişsiniz özünüzü? Reyhan qızım, soruşma. Motosiklet, slavik, xaladelnik, balıq, uzun söhbətdir. Lingi ataram, özün baxarsan. Amma belə olmaz, təcili həkim çağırmaq lazımdır. Əynindən soyunub qaranlıqları, qədərin hökmündən ayrılıb gəlir. Pərvanə can atır şamsığına, gecənin içindən sıyrılıb gəlir. Ey, necə möcüzədir ilahi görən, ölümə gələnlər beləmi gəlir. Əcəli gizlənib o qənədərində, ölümdən sıyrılıb ölümə gəlir. Bir oxumaqdır. Mən sizin səviyyədə oxuyan adamları səhnəyə çıxarda bilmərəm. Xahiş edirəm, gedin, ofisi tərk edin. Mən heç yerə getmirəm. Siz məcbursunuz mənə qulaq asmağa və mənə mahnı çıxartmağa. Sən orada kömrə mecbursun. Heç də məcbur deyiləm mən. Mən sən səsdə oxuyan adama mahnı çıxartsam, YouTube'da onu 10 nəfər qulaq asmaz, 10 nəfər açıb onu like eləyib baxmaz. Mənim istehsal elədiyim müğənni tayfası bu dəqiqə Azərbaycanda Çin maşınları ilə rəqabət aparır. Kim daha çoxdur? Xahiş edirəm, yəni səndə bu mənim sferama girmə potensialı yox. Yox, belə oxumaq potensialın yoxdursa, bəlkə oriental oynayasan. Çalışmısan nə? Mən sənin üçün 30 manatlıq müğənniyəm, hə? Bir də xoşuna gəlmişsə məcbur eləmirəm ki. Ofisin qapısı açıqdır. Yallah! Çıxıb gedə bilərsiniz. Birincisi, qadınla danışmağı öyrən, biraz nəzakətli ol. Yadından çıxarma ki, səni də bu həyata bir qadın gətirib. Sən öləsən. Çırparam bunu təpəvə. O yeri deyil bura, xahiş edirəm. Amma unutma ki, mən şəhər uşağı deyiləm. Amma mənə belə şallaqla qorxuda bilməzsən. Başa düşdün, mən dağlarda böyümüşəm, o şallaqdan yüzünü görmüşəm. Başa düşdün? Xahiş edirəm də, hepsi tərk edin. Qorxmursan, nə gözəl, ən sevdiyim. Bəlkə bundan qorxursan? Amma, mən niyə hər dəfə rus dilində qorxuram? Ya da məni ikinci yazayım. O bir latayada birinciyəm. Elə ikisini də eyni ayda götürün. Hə, lap yaxşı. Mən sizə ikinci yazdım. WhatsApp qrupuna da atdım sizi. Orada admin mənəm. Var orada Röya Ayxan, Mirələmovdur, faytonçu Nazimdir, Sabahın treneri Berezutskidir. Bir də Həbib Nurmagomedovla yemək pişirən var, Cezeyen Burak. Odur. Kokroz həkim kimi səni tanısınlar, əlaqələriniz qurda, klientləriniz çox olar. Mətiş xanım, səhhətiniz yerinə qayıtdı. Buna tipdə superfil qızdırma deyirlər. El arasında xaladelnik qızdırması. Həkim, neçə gün qalacaq yataqda? Əgər ehtiyac varsa xəstəxanaya aparaq. Yox, ehtiyac yoxdur. Bir gün yataqda qalsın, yazdığım dərmanları verin. Sabah özünü pis hiss eləyərsə, deyin mənə, müayinəyə göndərin. Yaxşı, mən gedim. Allah şəfa versin. Sağ olun. Mən də sizi yola salım. Həkim, bir saniyə. Alın bu pulu. Reyhan, bu nə zəhmətdir. Ehtiyac yoxdur. Mən sizin ailə həkimiyim. Həkim, elə o yüzü mənə verin. Loteriyanın birinci ayını vermiş olursunuz. Reyhan, ver mənə o yüzü. Ver. Alın. Yaxşı, sağ olun. Həkim, narahat olma. Birinci ayı yazdım ha.
Şirin müəllim, sizsiz? Bizi. Kaka, sen kimden doğrusun iyi ha? Valla ekodur da qorxma, ekodur. Eko. Bu. Yıkıyor bak ha. Şirin müəllim, narahat olmayın, evdə heç kim yoxdur. Rahat işinizi görün. Eksiksiz, siz burada qalın. Mən qalxım sənədi götürüm gəlirəm. Gəl. Ne geçen kız oğlum ben bu? Bu sağlığı da deyirəm, içməmişdən qabaq ki, yaxşı qardaşlar həmişə bizi kimi yaxşı oğlanların yanında olsunlar. Biz həmişə dar günümüzdə sevinmişik ki, dostumuzu tanıyanızı, yaxınımızı tanıyanızı. Ben ona göre tamam başım. Tamam başım. Hala siz gitsiniz. Biz bura sənət darıyla gəlmişik, yeyib içməyə yox. Atam kim varsa yanımızdadır. Biz heç kimi yarı yolda qoymamışıq. Lazım olan yerdə özləri düşüblər. Şirin müəllim, bilirsiniz ki, bu həyatda sizin xətrinizi çox istəyirəm. Bilirsən ki, sənin sağlığına nə performans deyirsən göstərərəm. İstəyirsən çıxım stolun üstünə rəqs edin. Yox, lazımdır, yüngül eləmə, lazımdır. Çıxma. Bura bax. Yaxşı, yemişik, içmişik, keyfimiz bombadır. Lazım deyilsin. Sən özün sənə xeyir axsan, qadın xeyir axsan. Bir ağır otur, batman gəl. Sabah etsi gələrlər, lazımdır. Şirin müəllim, yox mən dedimsə oynayacağam. Ay, Murat ilə dostum Alivina. Dedim yox da. Yox Şirin müəllim, oynamaq istəyirəm. Oynamaq istəyirsən? Hə. Qalxıyorum mənə. Gəl, köməyim. Yıxlarsan. Siz də bulanın. Gəl. Məma, hazırsanlar. Hazıram. Hoş geldin yar. Yüreğime. Hadi. Hoş geldin yar. Hadi. Daha canlı, plastika göstər mənə, plastika. Ay yox, mən bundan yaxşı oynaya bilmirəm. Bundan yaxşı oynasam, qəşəng plastika göstərsəm, gərək o 50 manat gətirib qoysam mənə. Saxla, indi mahnıq mənə. Keyfi olan sazdan gələr mənim ki, bir nazdan gələr dərmanı, bu qızdan gələr yanıma. İstəsə bir anda gələr, olsa əli qanda gələr, bir alo bir zəng də gələr yanıma. Saxla. Utanmırsan, yekə kişisən. Sənə görə efirlər toy palatkasına çevrilib. Ağlı başı səviyyəli mahnı oxu mənə, cəld! Mən o sənin dediyin mahnılarda oxuya bilmirəm. Mənim özümə xas reputasiyam var. Mən o reputasiyanı poza bilmərəm axı. Nə deyim? Sən istəndin? Dedim oxu! Oktay! Не бойся! Ясно бой! Qəşəng göyçəydi qızdı. Qız neynisən bu qoca kişini? Oyuncaq tapanca donstu. Gəl.
Nasya, mırvarı məndən şuba istədi ya. Ona almayıb 20.000 pul verib sənə aldım ha o şubanı. Nasya, o şuba sənə hava aldı. Sən bax, indi bax bu dəqiqə o şubanın bütün haqqını verdin. Gətirdin, ilişmədin, qorxmadın. Nə qorxmaq? Qorxmaq nədir la? Ən qorxulu şey bilsən nədir? Bu dünyaya gəlinmək. Əgər bu dünyaya gəldinsə, heç nədən qorxmamalısan. TikTok-luq söhbətlər edirsən ha. Eşidirsən atam? Bu həyatı söhbətlərdir. Yadında qaldı, qalmazsa paketini verim sənə çıxıb gedəsən. Özü mənə bax, mənim kəliməm kəlimədir. Yaxşı qutardın Şirin, al apar sənədləri yerinə qoy. Oldu atam, eşidirsən? Bizimki açıq. Açıq qaqaş, açıq. Səlamət. Necə də orta, ha? Sənə nə demişdim? Sən demə o qrip olanda burnunu silməkdən yar eləyən Şirinin əli ilə gətirəcəm o sənədləri. Hala olsun Fərman, göndərdim sənədləri. İndi xeyrimiz harda olsa vuracaqlar kartımıza. Karta? Hə, göndərəcəklər. Haydi, gəldi deyəsən. Bu nədir? Dillər sənədlər o sənədlər deyil axı. Deyil? Deyil. Deyil? Allah. Ha. Ata, gözləmirdim belə pavarot. Yan baxışla qardaşım sən. Sən hardan bildin ala bunu, ha? Atam, sən uğrumda ölünəcək dostum. İnan ki, sənə görə ölənlər tapırlar. Mən dostumu, düşmənimi tanıyan adamam. Düşmənim fərmandır, dostumda ki... Şirin mənim, bir dəqiqə zəhmət olmasa üzr istəyirəm. Fərman dediniz, yadıma düşdü. Bayaqları qumarbaz bizdən ayrılandan sonra fərmanla görüşdü. Dedim biləsən də, yəni biləsən. Deməli, bu fərmanın oyunudur. Başa düşəmməm, hə? Bir yaxdan burada yiyik, içilik. Bunlar hamısı oyundur, hə? Deməli, fərman istəyib mən bu sənətə oğrayım. Yaxşı, fərman. Mən səninlə bilirəm necə oynayacağım. Fərman! Atam, sən necə deyirdin? Əzilmədin.